Yeni Tamstor, yeni kərə yağları. Təbii ki, dırnaqarası kərə yağları. Bəhbəhlə indirimdədir deyib müştərilərə təqdim olunan bu Athena kərə yağlarının vəziyyəti sizi şoka salacaq. Mağaza rəhbərliyi tərəfindən bildirildi ki, bu məhsul mağazaya Avrora şirkəti tərəfindən təqdim olunur. Gördüyünüz kimi yağların vəziyyəti heç də normal deyil. Piştaxtadan götürülən bütün bağlamaları açdıqda yağların vəziyyəti bu halda görünür. Təəssüf ki, yağlardan gələn qoxunu sizə hiss elətdirə bilmirik. İnsanların həyatı və sağlamlığı bu qədərmi bu şirkətlər üçün önəmsizdir? Bu cür vəziyyət bir neçə müddət əvvəl Tamstorda Veskot kərə yağları ilə bağlı da müşahidə olunmuşdur. Məhsulun üzərində istehsal tarixi və yararlılıq müddəti ilə bağlı məlumatları yoxlandıqda məlum olur ki, məhsul 30 may 2025-ci ildə istehsal olunub. Saxlama temperaturu 2-4 dərəcə olduqda 4 ay. Saxlama temperaturu -18 dərəcə olduqda isə digər yağlar kimi yararlılıq müddəti 12 ay göstərilmişdir. Bugün avqust ayının 28-sidir. Deməli, məhsulun istehsalından bu günə 3 ay keçmişdir. Bu 3 ay ərzində yağın bu vəziyyətə düşməsi heç də normal deyil. Biraz əvvəl qeyd etdiyim kimi, bir müddət əvvəl Tamstorda Veskot yağları ilə bağlı eyni ilə vəziyyət təkrar müşahidə olunmuşdu. Həmən məsələ ilə bağlı biz Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi həmin məhsuldan heç bir nümunə götürmədən və laborator yoxlama aparmadan sadəcə idxalçının onlara təqdim etdiyi sənədlər əsasında bizə cavab göndərdi ki, məhsulda heç bir negativ hal aşkar olunmayıb və hər şey qaydasındadır. Hörmətli Qida Təhlükəsizliyi Agentliyi, buna da mı göz yumacaqsınız? Videoyu bəyənməyi, səhifəmizi izləməyi və rəy yazmağı unutmayın.